Salam əziz abituriyentlər. Xoş gördük sizləri. Bugün mən sizlərə test 21-i izah edəcəm. Yəni elektromaqnit induksiya hadisəsi bölməsindən Dövlət İmtahan Mərkəzinin sınaq və qəbul imtahanlarında istifadə etdiyi test tapşırıqlarını izah edəcəm. Birinci sual. Öz-özünə induksiya EHG hansı ifadə ilə təyin olunur? Öz-özünə induksiya EHG epsilon bərabərdir mənfi delta L vurulsun delta I böl delta T düsturu ilə hesablanır. Doğru cavab C variantı. İkinci sual. Hansı ifadələr doğrudur? Alüminyumdan hazırlanmış yüngül bütöv bir və kəsiyi olan iki həlqələri saplardan asılmışdır. Maqniti sağa hərəkət etdirdikdə. Maqniti sağa hərəkət etdirdikdə ikinci halqa hərəkət etməz. Yəni ikinci halqa sükunətdə qalar. Çünki ikinci halqada induksiya cəryanı yaranmaz. İnduksiya cəryanı qapalı konturda yaranır. Burada isə konturun kəsiyi var deyə burada induksiya cəryanı yaranmayacaq. İnduksiya cəryanı yaranmadığına görə ikinci həlqə hərəkət etməz. e, Lens qaydasına görə əgər biz maqniti e, konturdan uzaqlaşdırırıqsa, maqnit kontura tərəf cəzb olunur. Yəni bir həlqəsi maqnitə tərəf, yəni sağa doğru hərəkət edəcək. Belə olanda doğru cavab C variantı olur. Ümumiyyətlə yadınızda saxlayın ki, əgər maqniti kontura yaxınlaşdırdıqda halqa maqnitdən uzaqlaşar. Əgər maqniti konturdan uzaqlaşdırdıqda isə halqa maqnitə tərəf cəzb olunur. Bunu yadınızda saxlayın. Üçüncü sual. Konturda cəryan şiddətinin dəyişmə sürəti 0,5 amper böl saniyə olduqda 2 millivolt öz-özünə induksiya EHG-si yaranırsa, konturun induktivliyini hesablayın. EHG-nin düsturunu yazırıq. Epsilon bərabərdir. Mənfini də nəzərə almıram. L vurulsun delta I böl delta T şəklindədir. Buradan bizdən L soruşur. L bərabərdir epsilon böl delta I böl delta T. Delta I böl delta T cəryanın dəyişmə sürətidir. Yəni 0,5-dir. 2 bölünsün 0,5 yəni 2-də 1. O da edəcək 4 millivoltsa bu da olacaq milli Henry. Doğru cavab Y variantı. Dördüncü sual. Aktiv hissəsinin uzunluğu 1 metr olan naqil bir cism maqnit sahəsində qüvvə xəttlərinə perpendikulyar istiqamətdə 5 metr saniyə sürətlə hərəkət edir. Onda yaranan induksiya EHG-si 2 volt olarsa, maqnit sahəsinin induksiyasını hesablayın. Bizdən B-ni soruşur. Epsilon bərabərdir BLV düsturundan istifadə edəcəyik. Çünki perpendikulyar dediyinə görə sinus 90 dərəcədə 1 alır. Əslində düstur BLV sinus alfadır. Sinus alfa 1-ə bərabərdir deyənə bunun yerinə 1 yazırıq. Və buradan B-ni tapırıq. B bərabərdir epsilon induksiya EHG-si bölünsün V vur L. Yəni 2 bölünsün 5 vurulsun 1. Bu da eder 0,4. 0,4 doğru cevap B variantı. Beşinci sual. Hansı ifadələr maqnit selinin vahidinə uyğundur? Maqnit selinin düsturlarını bilməliyik. Deməli, fi bərabərdir B vurulsun S-dir. Yəni, maqnit selinin vahidi bilirik ki, Weberdir. Weber bərabər induksiyanın vahidi Tesladır. Sahənin vahidi isə metr kvadratdır. Yəni Tesla bu metr kvadrat maqnit selinin vahididir. 2 doğrudur. Onda C variantı və D variantı gedir. Sonra konturda induksiyalanan yükün miqdarı delta Q induksiya bərabər idi. Delta fi böl R. Buradan delta fi'ni tapanda olur Q induksiyalanmış yük vurulsun R. Yəni Weber bərabərdir. Vahidlərini yazsaq. Coulomb vurulsun ohm. Yəni bir də doğru variantdır. Və doğru cavab B variantıdır. Gəlin üçüncü bəndin də xətrinə dəyməyək, onun da nəyin vahidi olduğunu sizə deyək. Maqnit induksiyasının düsturu belədir. B bərabərdir F maqnit qüvvəsi bölünsün I vurulsun L. Yəni Tesla bərabərdir Newton böl amper vur metr. Yəni bu maqnit induksiyasının vahidi imiş. 3 doğru variant deyil.
Növbəti sual. Altıncı sual. Kontur sabit V bərabər 1 metr saniyə sürətlə sağa doğru hərəkət edir. Bax, bu kontur 1 metr saniyə sürətlə sağa doğru hərəkət etdirilir. Maqniti hansı istiqamətdə və hansı sürətlə hərəkət etdirmək lazımdır ki, konturda yaranan induksiya cəryanı qiyməti ən böyük olsun? Deməli, konturda induksiya cəryanı o zaman yaranar ki, maqnit induksiya xətlərindən uzaqlaşsın və ya maqnit induksiya xətlərinə doğru yaxınlaşsın. Və ya tərsinə, maqnit sükunətdə qalsın, halqa induksiya xətlərinə yaxınlaşır və ya induksiya xətlərindən uzaqlaşarsa, bu konturda induksiya cəryanı yaranar. İndi bu cəryanın böyüklüyü, yəni miqdarı nə ilə xarakterize olunur? Bu asılıdır nisbi sürətdən. Yəni konturla maqnitin nisbi sürətindən. Nisbi sürət və nisbi sürət maksimum olanda konturda yaranan induksiya cəryanı da maksimum olur. Çünki daha sürətlə yaxınlaşır bir-birinə və daha sürətlə induksiya maqnit seli daha sürətlə dəyişir. Maqnit seli daha sürətlə dəyişdiyinə görə induksiya ehgesi də sürətli şəkildə daha çox artır. İndi nisbi sürətə baxırıq. Bir-bir variantları araşdırmalıyıq. Variantları araşdırandan sonra doğru cavaba çatacağıq. Birincidə deyir ki, A bəndində 1 metrdən sola, bu maqnit 1 metrdən sola hərəkət etdirdikdə nisbi sürət 2 olur. Bax, buraya yazıram 2. Çünki qarşı-qarşıya gələndə nisbi sürət toplanır. B bəndində deyir ki, 1 metrdən sağa. 1 metrdən sağa gedəndə bu da 1 metrdən sağa gəlir, nisbi sürət 0 olur. Əgər bizdə məsələdə soruşsaydı ki, hansında induksiya cəryanı yaranmaz, bax, buraya yazıram, yaranmaz. Onda məsələnin cavabı B olardı. Çünki nisbi sürət sıfırdır. Halqa ilə maqnit arasında məsafə dəyişmir. Ona görə də bu cavab B olardı. Əgər induksiya cəryanı hansında yaranmaz desəydi. İndi yenə davam edirik. C bəndini araşdırırıq. 2 metrdən sola. Bu 1 ilə sağa gəlir, bu 2 metrdən sola gedir. Nisbi sürət olacaq 3. Sonra 2 metrdən sağa. 2 metrdən sağa olanda 2-dən 1 çıxırıq, olur 1. Və 3 metrdən sağa. 3 metrdən sağa olanda 3-dən 1 çıxırıq, qalır 2. Baxırıq nisbi sürət hansı variantda daha çox oldu? C variantında daha çox oldu. 3 oldu. Doğru cavab C. Yəni maqniti 2 metrdən sola hərəkət etdikdə nisbi sürət 3 olur. Yəni maqnit seli daha sürətlə dəyişmiş olur. 7-ci sual. Qapalı konturda keçən maqnit selinin zamanı asılı qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun zaman anlarında yaranan induksiya EHG-sinin modulları arasında hansı ifadələr, hansı münasibət doğrudur? Maqnit selinin zamandan asılı qrafiklə zaman oxu arasında qalan fiqurun bucağın tangensi bizə induksiya EHG-sini verir. Belə ki, bax, bu fi oxunu mən paralel köçürə bilərəm bura. Bura delta fi'dir. Delta fi'ni mən bura köçürtdüm. Burada delta t olsun. Qarşıdakı katetin, yəni delta fi'nin biçik katete, yəni delta t'yə nisbəti bizə verir tangens alfanı. Biz də bilirik ki, delta fi'nin delta t'yə nisbəti induksiya EHG-sini verir. Deməli, biz tangens alfada belə bir qayda var. Alfa bucağın qiyməti artdıqca tangensin qiyməti artacaq. Yəni, dolayısıyla induksiya EHG-sinin qiyməti də artmış, böyük olmuş olacaq. Burada 1 və 2 eyni qrafik üzərində olduğuna görə alfa 1 bərabərdir alfa 2-yə. Deməli, epsilon 1 də bərabər olacaq epsilon 2-yə. Belə onda Y variantı və A bəndi gedər. Üçüncünün tangensi necə müəyyən olunur? Bax, T oxunu sürüşdürməklə. T oxunu yuxarıya sürüşdürürük. Bax, bu şəkildə. Bu oldu T oxu. İndi bu bucağa baxırıq. Bu bucağın da qiyməti alfa 3-dür. Mən görürəm ki, alfa 3, alfa 3 bunlardan böyükdür. Ona görə də EHG də alfa 3 böyükdür alfa 1, o da bərabər alfa 2. EHG də alfa ilə düzmü tənasıbdır axı, burada qeyd etmişik. Onda belə olacaq. Epsilon 1 bərabər epsilon 2, bunlar kiçik olacaq epsilon 3-dən. Belə bir variant, doğru variant C variantıdır. Bu tangensindən, induksiya ilə bu riyaziyyatı biraz zəif olan şagirdlər başa düşmürsə, mən məsələyə bir də belə yanaşıram, şagirdlər rahat olsun deyə. Bu qrafiklərdən hansı daha şaqulidirsə, yəni burada görürük ki, 3 xətti daha şaqulidir, nəinki 1-dən 2 xətti. 3 bunların hamısından böyükdür. Yəni daha şaquli olan xətt böyük olur. 3 böyükdür, 1-dən 2 də eyni düz xətt üzərində olduqlarına görə bərabər olur.
8-ci sual. Konturda yaranan indüksiya EEG'sinin zamandan asılı qrafiki verilmişdir. 5 saniye ərzində konturla hədudlanmış səthdən keçən maqnit selinin dəyişməsinin modulunu hesablayın. İnduksiya EEG'sinin T'dən asılı qrafikində biz düsturu yazırıq. Epsilon i bərabərdir. Mənfi delta fi bölünsün delta T. Buradan delta fi'ni yani maqnit selinin dəyişməsini tapanda mənfi epsilon i vur delta t olur. Onsuz da bizde burada modul soruşur diye bu ifadenin mütləq qiyməti olacaq. Epsilon modulda bərabərdir. Epsilon i t. Burada fizikada belə qayda var. Mən də videolarımda sizə demişəm. Burada epsilon t'ye hasili var. Hasil varsa burada biz nə tapmalıyıq? Sahə tapmalıyıq. Yəni tapdığımız cəmiyyət hansısa iki cəmiyyətin hasilidirsə, orada fiqurun sahəsi həmin tapdığımız cəmiyyəti verir. Burada həmin sahə bu düzbucaqlı trapesiyanın nə idi? Sahəsidir. Düzbucaqlı trapesiyanın sahəsini tapanda necə hesablayarıq? Yazarıq ki, delta fi bərabərdir S fiqur. O da bərabərdir. Böyük oturacaq trapesiyanın sahəsi böyük oturacaq. Olsun 5. Üstə gəlinsin. Kiçik oturacaq və buradan buradır. Kiçik oturacaq 3'dür. Yəni 5 ilə 2'nin arası 3. Bölü 2 hündürlük isə buradır. Bu hissədir. O da ki 2'dir. O da edər 8. Doğru cavab D variantı. Trapesiyanın sahəsi ilə bağlı şagirdlərə biraz məlumat verim. Değerli şagirdlər, trapesiyanın sahəsi bu düsturdan hesablanır. Bax, bu trapesiyadır, bu böyük oturacaqdır, bu kiçik oturacaq, bu da onun hündürlüyü. Trapesiyanın sahəsi belə tapılır. Oturacaqlarının cəminin yarısı vurulsun onun hündürlüyünə. Bu riyaziyyatda oturacaqların cəminin yarısına orta xətt deyirlər. Trapesiyanın orta xəttini verir bu. Nəysə, növbəti suala keçək biz. 9-cu sual. Konturla hüdudlanmış səthdən keçən maqnit selinin zamanası qrafiki verilmişdir. Konturda yaranan indüksiya EHG-sini hesablayın. Burada şagirdlər bəzən tələsirlər, bu fiqurun sahəsini tapırlar. Burada fiqurun sahəsini tapmaq lazım deyil. Çünki fiqurun sahəsi o zaman tapılır ki, tapdığımız cəmiyyət hansısa cəmiyyətin hasili olsun. Burada bizdən EHG soruşulur. EHG isə mənfi delta fi böl delta t'dir. Hasil deyil, nisbətdir. Delta fi 4'ten 0'a doğru azalıb. Yəni delta fi burada mənfi 4 olacaq. Mənfi 4. Çünki 0 çıxsın 4 yazırıq. 0 çıxılsın 4 bölünsün t'dəki 8. Mənfi mənfiyə dəyər müsbət 0,5. Doğru cavab Y variantı. Növbəti sual. Verilmiş sarğacdan keçən maqnit selini 3 dəfə azaltdıqda onun induktivliyi necə dəyişər? İnduktivlik maqnit selindən cəryan şiddətindən aslı deyil. Aslı olduğu düstur belədir. Mü 0, n kvadratı S bölünsün L. Bax, bunlardan aslıdır. Yəni maqnit nüfuzluğundan, yəni maqnitin içinə daxil etdiyimiz ferromaqnit içlikdən, naqilin konturun en kəsiyinin sahəsindən, bir də konturun uzunluğundan və sarğıların sayından. Bax, bunlardan asılıdır. O induktivlik maqnit selindən asılı deyil. Orada doğru cavab olacaq A variantı. 11-ci sual. Hansı halda ampermetr sarğac dövrəsində induksiya cəryanının yaranmasını qeyd edər? Yəni bizdən soruşur ki, hansı halda bu konturda, bu sarğacda induksiya cəryanı yaranır? Az əvvəl qeyd etdik ki, konturu maqniti kontura yaxınlaşdırdıqda və ya maqniti konturdan uzaqlaşdırdıqda maqnit seli dəyişir. İstəyir artsın, istəyir azalsın. Maqnit seli dəyişəndə konturda induksiya cəryanı yaranır. Maqnit selində dəyişmənin yolu maqniti kontura yaxınlaşdırmaqdır. Onda maqnit seli artır. Digəri isə maqniti konturdan uzaqlaşdırmaqdır. Onda da maqnit seli azalır. Deməli 1 ilə 2 doğrudur. 3 doğru deyil. Çünki maqnitlə sarğacı eyni sürətlə hərəkət etdirdikdə nisbi sürət bayaq dedim ki 0 olur. Yəni bunlar arasındakı məsafə dəyişmir ki, maqnit seli dəyişsin. Ta ki bu da 5 ilə gedir qabaqda. Sarğac da 5 ilə gedir qabaqda. Bunlar arasındakı məsafə heç vaxt dəyişməyəcək axı. Maqnit seli nə artmaz, nə azalmaz. Ona görə 3 doğru deyil.
Doğru cavab olacaq 1 ilə 4. Bir də induksiya cəryanı yaranır. Bunu da deyimsə, açar bağlı açarı açdıqda, bu ta ki açar bağlıdır. Bunu açanda yaranır. Bir də açıq açarı qapadıqda induksiya cəryanı yaranır. Çünki burada cəryan şiddəti dəyişir bağlayıb açanda. Əgər bağlıdırsa, açmısansa cəryan şiddəti azalır. Əgər açıq idi, bağlamısansa cəryan şiddəti artır. Və maqnit selinin də delta fi bərabər L vur delta i düsturu var deyə. Yəni cəryan dəyişəndə maqnit sel də dəyişir. Ona görə də induksiya cəryanı yaranır. Deməli, induksiya cəryanı yaranmasının səbəbi maqnit selinin dəyişməsidir. Yəni maqnit sahəsinin dəyişməsidir deyə bilərsiniz. 12-ci sual. Müqaviməti 0,4 ohm olan qapalı keçici konturla hüdudlanmış səthdən keçən maqnit seli nə qədər dəyişməlidir ki, naqilin en kəsindən keçən elektronların sayı 5 vurulsun 10 üstü 18 olsun. Elementar yükün qiymətini verib, cavabı da deyir ki, Weber ilə ifadə edin. Burada biz düsturu yazmalıyıq. Deməli, bayaq qeyd etdik, maqnit selinin dəyişməsi fi bərabərdir. Q vurulsun I. R düsturunu hesablayalım. Baxın, burada qeyd etdik. Bu düsturdan delta fi'ni tapdıq elə bir ki. Digər yandan da Q-də bilirik ki, belə düsturu var. NY düsturu var. Q bərabərdir NY. Gətirib yerinə yazanda delta N Y R. Düsturu yadda saxlamağın futbol həvəskarları var. Fransanın Ren takımı var. Ren komandası var. Onunla yadda saxlaya bilərsiniz. Delta fi bərabərdir Ren. Və salam. İndi buradan nə istəsə buradan tapa bilərik. Maqnit seli nə qədər dəyişməlidir? R bizdə 0,4-dür. Y bizdə 1,6 10 üstü mənfi 19-dur. Və sayda 5 vurulsun 10 üstü 18-dir. İndi belə eləyək də 0,4-ün vergülünü ləğv eləyək. Bunun da bir dənə 18-ini silib 17 yazaq. Sonra bu 17-ni də buradan silirik. Bunu yazırıq ki 10 üstü 16. İndi 4'ü 5'e vuranda 20, 20'ni 16'ya vuranda 320. 320 10 üstü mənfi 3. Bu deyər sıfırdan %32. V1. Doğru cevap olacaq sıfırdan %32 V1. Hesablama səhv etdimsə, türklər demiş kusura bakmayın. 13-cü sual. Müqaviməti 0,3 ohm olan sahəsi 6 vur 10 üstü mənfi 4 metr kvadrat olan qapalı keçirici kontur bir cis maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşir. Maqnit sahəsinin induksiyası 0,6 Tesla'dan 0,2 Tesla'ya qədər azalarkən naqilin en kəsiyindən keçən yükün miqdarını milli kulon ilə hesablayın. Milli kulon 10 üstü mənfi 3 kulondur. Biz bunu məsələni 10 üstü mənfi 3-ə gətirməliyik. Hesablayaq. Bayaqki düsturdan yenə də delta fi bərabərdir. Delta Q vurulsun. Delta Q vurulsun. R. Burada yazdıq. Buradan Q'nu taparıq biz. Delta Q bərabərdir. Delta fi bölünsün R. Delta fi'ni yerinə yazmaq olar ki, delta B vurulsun S bölünsün R. Delta B nə deməkdir? B2 çıxılsın B1 vurulsun S bölünsün R. İndi maqnit induksiyası 0,6-dan 0,2-yə düşübdür. Burada delta B 0,4-dür. Vurulsun S bizdə 6 vur 10 üstü mənfi 4'dür. R də bizdə 0,3'dür. Hər tərəfi 10'a vurub işimizi həll eləyək. Bax, bu 10'a vuranda bunlar vergül gedir. 6 ilə 3 gedir, qalır burada 2. O deyilir 2, 4'ün 8. Vurulsun 10 üstü mənfi 4. İndi nə iş görürük? 10 üstü mənfi 3'ə gətirməliyik. Bunu 10'a vurub 10'a bölməliyim. Bu deyir 0,8. 10 üstü mənfi 3. Yəni bunu 10'a vurdum. Bunu 10'a böldüm. Kulon. Bu deyir 0,8 milli kulon. Növbəti sual. İnduksiyası 5 milli Tesla olan maqnit sahəsində yerləşən
40 kvadrat santimetr müstəvi səthdən keçən maqnit selini mikroveberlə hesablayın. Mikroveber 10 üstü mənfi 6'dır. 10 üstü mənfi 6 Weber'e biz mikroweber diyecek. 1 mikroweber diyecek. Şimdi burada hesaplamaları düzgün etmek lazımdır. Deməli, maqnit seli bərabərdir B vurulsun S üstündən hesablanır. B bizdə 5 milli Tesla 10 üstü mənfi 3'tür. 1 kvadrat santimetrimiz ise 10 üstü mənfi 2 metrdir. Onda 1 kvadrat santimetrimiz ise bakın 1 kvadrat santimetr deyəndə 1 santimetr sözünün yerine 10 üstü mənfi 2 yazacaq. 10 üstü mənfi 2 üstünde de kvadrat var axı. Bunun üstünde kvadrat. O da eder 10 üstü mənfi 4 metr kvadrat. Deməli bu olacaq 40 vurulsun 10 üstü mənfi 4 metr kvadrat. Bu da Tesla olsun. İndi o da bərabərdir. 5'i 40'a vuranda eləyər 200. 10 üstü mənfi 7. Mikroya gətirmək üçün mən ona vurub ona bölməliyim. 200 ona böləndə 20 eləyir. 10 üstü mənfi 7'ni ona vuranda 10 üstü mənfi 6 Weber. Bu da milli Weber deməkdir. Burada mikro Weber deməkdir. Onda olacaq 20 mikro Weber. Bu şəkildə. Növbəti sual. Verilmiş konturdan keçən maqnit selinin dəyişməsi şəkildəki kimidir? Qrafikin hansı hissələrində induksiya EHG-si yaranmır? İnduksiya EHG-si delta fi sıfırdan fərqli olanda yaranır. Maqnit seli dəyişməyəndə isə induksiya cəryanı yaranmır. İndi maqnit seli harda dəyişməyib? 1-də və 3-də dəyişməyibdir. Doğru cavab 1 və 3. Beləliklə bütün sualları sizə izah etdim. Sonda kanala abunə olub dostlarınızla paylaşmağı unutmayın. Bir də sizə qeyd edim ki 2025-26-cı il üçün hazırlıqlara qeydiyyat başladı. Burada yuxarıda verilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.